Bax, qulaq as. Mənim 200-dən çox işçim var. İşçənmi? Mən onlara hamısını axıra kimi vicdanlı olsam, gəlib çıxıb oturacaqlar başımda. Düzdür. Ona görə də mən arada bir vicdanı xodlayıram, premiya yazıram, выходной verirəm, arada pul verirəm. Nətər olam, əla. Fariz müəllim kim olur? Yek müəllim. Düzdür? Arada bir elə. Amma pastayanlı yox. Bu dəqiqə nədir? Əşibsən bir dənə pendirə görə razborka eləyirsən. Mən o cibinə apar maşına qoyun. Uzatma, başına dönərəm. Cavansan. Fariz əmi, yaxşı söhbət edirsən. Allah başından töysün. Görürəm imkanım var. Var. Əslində var. Düz deyirsən. Var, imkanım var. Şirkətin, işçilərin. Var. Ona görə sən vicdansız olanda cəmaatın gözünə çox batmır. Amma mənim heç nəyim yoxdur. Yetim adamam. Mən vicdansız olsam, o dəqiqə hiss olunar. Bircə dənə vicdanım var. Onu da mənə çox görmə.